Maraqlıdır, bir gün Bəhlül Harun Rəşiddən soruşur. Sənə 3 sualım var, dedi. Bəhlül Harun Rəşidə deyir ki, sənə 3 sualım var. Harun Rəşid deyir ki, buyur. Birinci, yerin üstündə. İkinci, yerin altında. Üçüncü, göydə ən çox nə var? Mən elə bilirəm, burada hər kəsi düşündürür, hər kəsi fikrin cəlb edir. Yerin üstündə, indi mən sizdən soruşsam və yaxud mənim özümdən soruşsanız ki, yerin üstündə biz çox şey deyə bilərik. Yerin altında, bir də göydə ən çox nə var? Harun belə cavab verir. Ən çox yerin üstündə canlılardır. Yerin altında ölülərdir. Üçüncü, göydə ən çox nə var? Deyir, quşlar. Görün, Bəhlül nə deyir? Deyir ki, xeyr, sən bunun zahiri tərəfini görürsən. Sən bunun zahiri tərəfini görürsən. Amma bunun bir mənəvi tərəfi var. Yer üzündə ən çox şey tamahdır. Tamahlar, ehtiraslar, qısqancılıq, nəfsani arzular, bunlar yer üzündədir. Yerin ən altında olan, mövcud olan şeylər nədir? Deyir ki, yerin altında adətən deyirdi ki, ölü var, deyir, yox. Yerin altında eyvahlardır, kaşkilərdir. Bəzən biz əlimizdən bir şey veririk, deyir, kaş ki biz bunu eləməyik. Sonra göydə ən çox nə var? Deyir, salih əməllər. Görün, nə gözəl batini tərəfini izah edir. Yəni, bizim göydə salih əməllər var. Bugün etdiyimiz hər bir hərəkətin Allah əməllər kitabçamıza yazacaq və qiyamət günündə Allah təala buyuracaq ki, sənin etdiyin filan vaxtı, filan zamanda yaxşı hərəkətini Allah 1000 günahın bağışladı bir dənə savabıva görə.